Baş sponsor Lake City Yaşayış Kompleksi. Sponsorlar Oba Marketlər şəbəkəsi, Çayka Şirniyyat məhsulları. Herkese salam olsun. Lezzet axtarışındayıq dostlar. Deyirəm, bəh. Yay başladı. Sizə deyim, əsl gəzinti elə bundan sonra başladı. Hələ bizim qarşıda çoxlu ucqar kəndlərimiz var ki, planımızda onları gəzəcəyik və orada pişən dadlı yeməklərin dadına baxacağıq. Bu dəfə gedirik Bakıya biraz yaxın məsafədə yerləşən Xaçmaz rayonunun Hülüvlü kəndinə. Və həmişəki kimi baş sponsorumuz Lake City'nin məkanından sırıq və sponsorlarımız dadlı, ləzzətli Çayka şirniyyatları və Qənaətin məkanı Oba Market. Getdi uşaqlar, Hülüvlüdə görüşərik. Gəldik Qənaətin məkanı Oba marketimizə, bazarlığımızı elədik, gedirik Xaçmazın Hülüvlü kəndinə. Bəh. Təbiətin qoxusuna bax. Xaçmazın Hülüvlü kəndindəyik, gəldik, çatdıq. Harada ki bizi gözləyirlər, həmin evə. Rauf, necəsən qardaşım? Hoş gəlmiş, sağ olun. Keyfin əhval necədir? Sağ olun. Səs-küy zadı yoxdur, elə bir heç kim yoxdur evdə. Çaydadılar. Yaşıllıqda. Aşağıda çay var. Aha, çay var. Nə danışırsan? Vay, Adı da qara çaydır. qara çay. Bəli. Lal ördəyi baxasın, lal ördəyi. Ördəklər, lal ördəyi. Ha, lal ördəyi. Vay. Oy oğul. Ne şirindi bu, ne şirindi bu, oy oğul. Çok şirindi. Heh, bırakıram sen, ye. Deməli, evdə kim var, kim yox, hamısı aşağıdadır, çayın qırağında. Qəşəng yeməklər pişiriblər. Pişiriblər yaxşı yeməklər. Bəli. 5 cür yeməyimiz var. Maşallah, onda gedək də. Gedək. Gedək düşək. Buradan düşmək olur, Bəli, uzaq deyil. Motoblokla düşdü yaxşıdır. Bununla? Bəli. Bu adı motoblokdur. Qəşəng. Otandı. Deyəsən burada təzəlik sənəsə qeyri-iş də olur. Bəli, uşağın ad qoydusu olur. Ha, uşağımın ad qoydusu. Allah sağlasın. Getdi. Kuşlar ne güzel okuyur. Bəh. Ne güzel okuyur. Yaşın olur her yer yaygın bahar. Taşın neşeli, ömrün neşeli. Sevirəm səni, gözəl kəndimi, qaralar yıxıldım. Necəsiz qardaşlar, keyfiz əhvalınız? Hoş gəlmisiniz. Necəsiz, yaxşısınız? Hoş gəlmisiniz. Assalamu aleyküm. Hoş gəlmisiniz. Necəsiz? Ağsaqqal necəsiz? Keyfiz əhvalınız necədir? Sağ olun, minnətdarım. Yaxşısınız? Qardaşlar, siz necəsiz? Hoş gəlmisiniz. Yaxşısınız? Eşq olsun bibilərə. Necəsiz? Bibicən, keyfiz əhvalınız necədir? Necəsiz? Yaxşısınız? Necəsiz? Yaxşısınız? Həmişə gözəl günlərdə
Sən necəsən? Yaşayın. Ay Allahım, yaşayam. Nəvələrdir? Bunlar nəvələrdir. Allah saxlasın. Şükürlərlə belə. Allah sivalə. Nə gözəl yerdə qurmusunuz bizim üçün bu şəraiti. Qardaşım, hə görüşüm səninlə. Bir də görüşərik. Siz yenə Allah canınızı sağlasın. Həm də söz gəlsiniz. Efirlərdə görürdük. Çox maraqlıdır. Sizin belə Canlı görüşmək daha başqa görüşmək şeydir. daha yaxşıdır. Daha belə xoşdur. Xoş Öpürəm. təəssüratlardır. Öpürəm. Nəyə görə qaraçay deyirlər ki, bu lilli olduğuna görə, hə? Bu durulmur da, pastayanla qara gəlir bu. Yəni qara olur rəngi, yəni belə deyək də durusu gəlmir bura. Təsadüf hallarda olur ki, durusu gəlsin. Bu içində balıq olur. Olur, hə, var. Yəni Məncə tutulur. bu balıq biraz çox lilli olar, ha? Lilli olur, amma ki dadlı olur da. Doğrudan. Biz ona şey deyirik, bığlı balıq. Bilməm bu adı nədir? Bığlı balıq. Baxın, deməli, bu çay dağlardan gəlir, Xaçmazın Hülövlü kəndinə Qaraçay. Bir burada bığlı balıqlar olur. Bizə siz buralısınız. Sizin bayaqları nəsə danışdıqdan elə bir ki tutdum ki siz Xaçmazlı deyilsiniz. Yox, Naxçıvanlıyam, əslən Naxçıvanlıyam. Naxçıvanlısınız. Hə. Amma Ha. Bakıda yaşayıram. Bakıda. Burada Burada da necə oldu? Burada da bağ evim var. Azərbaycanın bütün cüşələri gözəldir, Xaçmazın yeri başqadır. Doğrudan deyirsiniz. Həqiqi deyirəm, lap gözəl. Bax, həqiqi Onun deyirəm. üçün burada bağ eləmisiniz, gəlirsiniz bura. Yay burada oluram, qışı Bakıda. Amma bir şey deyim, Bəli. düzdür bu barədə neçə dəfə danışmışıq, amma həyata keçirə bilməmişik. Bu yaxınlarda mütləq keçirəcəyik həyata. Ləzzət axtarışında verişinlə Naxçıvana gələcəyik. Nə gözəl, nə gözəl. Naxçıvanda Bəli. həmin vaxt orada olursunuz. Bizim üçün qovurma bişirərsiniz. Qavurma ilə nələr bişirmərəm. Nələr Allah sizdən sağ bişirmərəm. eləsin. Hər şey bişirərəm. Vay. Sizi Naxçıvanın Asabi kəfinə apararam. İnşallah. Darı dağına apararam. Vay. Zor bulağına apararam. Bəh, Bütün bəh. Naxçıvanın hər yerin gəzdirərəm. Bilirsiniz də, yəni Naxçıvanın da özünə məxsus özəl yeməkləri var. Bəli, bəli. Qışdan bəri planlayırıq, amma gedə bilməmişik. Bu yaxınlarda mütləq gedəcəyik. İnşallah. Qışda getməkdə yayda daha gözəl olar. Oranın o Çox gözəl. zor bulağı ki var, Zor orada bulağı, o bata-bata. bata Çox gözəl. qırğın yerlər var. Hər çiçəyi bir dərmandır. Maşallah olsun Hər ha. çiçəyi. Bu gün biz Xaçmazdayıq, Xaçmazın Hülövlü kəndində. İndi bibimiz deyəcək ki, Müşfiq, sənin üçün nə hazırlamışam? Aşdı, mürəssənə bişir. Nədir o? Mürəssə? Mürəssəl aş. Mürəssəl aş. Mürəssə nə? Mürəssə, onu kəsirik, onu qızartırıq. Sonra Aşı? onu aşa qatırıq. Yox, aşa qatırıq. Bildim bibican. Mürəssə nə deyir? Mürəssə nə demək? Mürəssəyi kəsirik. Yəni ki, Xəmirdən ha, o. xəmirdən lavaş hazırlayırıq. Aha. Az, ərişdə kimi özümüz hazırlayırıq onu. Hə, ərişdəni pilova qatırıq. Hə, düyüb börtüləndən sonra qatıb ona dəmə qoyuruq. Olur mürəssəli aş. Hə, onu Baxa da- bilərəm ona. Hə. Onu da Mürəss- ancaq çolpa əti ilə yemək olur da o mal əti ilə eləmək olmur onun qarasını. Mürəssəli aş. İçində lavaşlar var. Bunun dadı başqa olur. Özü ancaq çolpa əti ilə. Ancaq çolpa ilə. Hə, ancaq çolpa əti ilə. Bu çorba da yəqin ki onun üçün bişirilib. Hə, onun qarasıdır. Vay 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 vay. Dadlı olur. Bu nədir ya? Ha? Hə, bu biri də Ağsaqqal bu nədir? bu biri kartof dolmasıdır. Dolma biz bildiyimiz kələm dolmasını yemişik. Hə, onlar Yarpaq dolmasını Hə, yemişik. Amma kartof dolması, kartofun dolması bu ayrıdır. kartoşka dolması Üspazının qardaşını tapmışam. Baxın. Kartoşka dolması. Bəh, bəh, bəh. Olunmuş. Deməli bu bazılar tək deyilmiş də. Bunların qardaşları da var. Bunlar xoşbəxtlik, əminamanlıq arzulayıram bunlara. Bəs bu nədir bibi? O yalancı dolma sayılır. Ona hər şey qoyuruq, ət qoymuruq.
Ha, bu günlər ət adı ilə bizi anladırsınız. Yok. Tadı ayrıdır da. Et de ayrıdır. Ha. Hepsi dolma, bu yalancı sayılır. Yalancı dolma. Yalancı dolma. İndi mənim diqqətimi bir dənə yemək çəkdi burada. Bu yemək bu üçbazıya oxşuyur, amma deyirlər ki, bu üçbazı deyil. Üzdən üçbazıya oxşuyur, amma pomidorların içi, yəni heç Teze nə... formasıdır da onun. Üç bacı dolmasının teze forması. Badımcan, pomidor, biber var. Kartof var. O qıyma içərisinə qoyulmur, sadəcə üstünə düzülür. Ha, bu başka Bir də forması. altında kartoşka var ha. Var var. Doldurmağa vaxt yoxdur. Pomidorları qoydun, badımcan qoydun, nə? Demən tökdün. Eyni tadı verecek. Ha, onsuz da eyni dal Eyni tadı verəcək də. verecek. Ha, ala. Başka forması. Deməli indi biz bir dadına baxacağıq yeməklərin. Baxın, buyurun. Orada bir dənə yemək var. Bir dənə onun mənə dinən. O süt gözü. Desert kimi süt gözündən başlamaq olar da. Başlamaq olar. Bu firni deyil. Yok yok firni değil, bu süt gözüdür. Süt gözü. Bir de var haşil, o suyla pişir. Bu sütle pişir. Bu nə qədər süddən bir şey var mı? Xəşil, firni. Bir deyir ki, bu firni nədir, xəşil də deyil. Ha, bunun tərkibi nədir? Bunun tərkibi sütdür, undur. Bir de atça da duzdur. Pişəndən sonra mı? Amma yenə də siz buna firni demirsiniz. Yok yok firni değil. Xaçmazda, Hülövlü kəndində süt gözü yeməyindən başlayırıq. Sevda bibi, Haydi. siz də birinci dəfədə bu yeməyin dadına baxarsınız. Vallahi hələ birinci dəfədə adını eşidirəm. Doğrudan Birinci- deyirsiz? Hə, heç eşitməmişəm. Ha, doğrudan böyle bir pendir kimidir nəsə? Mən öncə yedim, qutardım. Siz hələ başlamamısınız. Çox gözəldir, çox ləzzətlidir. Dadlı yeməkdir. Bəyəndinizmi? Çox. Siz Allah Sevda bibi. Vallahi çox gözəl, çox ləzzətli. Bilmirəm bax. Yəni yeməyinə dəyər, Ha? bişirməyinə Aman dəyər. Əllərinizə sağlıq. Vallahi kim bişirib əllərinə sağlıq. Aa, bilmirəm. Mən də Çox gözəldir. aclığa görədir, yoxsa nəyə görədir? Çox xoşuma gəldi. Həqiqətən Çox də qəşəng, ləzzətlidir, doğrudan. hə. Mən də bəyəndim. Heç bir şey oxşada bilmədim mən. Çox gözəl bir xüsusi dadı var. Maroşna. Falan bir Xüsusi bir dadı var. Vallahi Marojna. marojna yalandır. Çox gözəl. Yəni komandada ən səbirsiz adam. Yəni mənə işte mən yəni aparıcılıq edirəm, yeyirəm, dadına baxıram. Yəni bu Asim. Resorumuz da hal-hazırda ona qoşulub. Ay yeyəcəksiniz də Allah evinizi tiysin sizin. Nəfslərini sıxa bilmirlər. Belə neynəsinlər? Bir var veriş xatırına deyəsən də. Bu qəşəng gözəl yeməkdir. Çox gözəl yeməkdir. Çox dadlı, xoşuma gəldi. Yeyirəm yenə də. Qırağında xüsusi dad verir. Çayın bu Nədir? axarı, ha bu şırhaşır orada gedir. Havanın mehi, təmizliyi. onun sərinliyi ümumiyyətlə bu yeməyə daha da biraz zövq. Bəli. Çayımız qara olsa da, əsas odur qanımız qara olmasın. Amin. Yeməklərimiz də qabaqdadır. Çox bəyəndim. İndi birazdan oradan möhtəşəm bir aid aş var. Üçbazların qardaşları var. Kartoşka dolması, hələ yəni işlər qabaqdadır. Sizə yeni xəbərim var. Obada obi var. Hər gün ən azı 5 manatlıq alış-verişə bir obi qazanacaqsınız. Düzdür obi? Obi, qaçma, obi. Hər topladığınız 5 obi sizə 1 manat bonus qazandıracaq. Onun üçün də hər gün obadan ən azından 5 manatlıq alış-veriş etmək lazımdır. Ay ərzində 6 AZN bonus qazana bilərsiniz. Düzdür? Obi. Obi ilə bonuslar qazanmaq istəyirsinizsə, mütləq şəkildə Oba Plus tətbiqini kassada oxudun. Ay ərzində Obi ilə qazandığınız bonusları rahatlıqla kassada xərcləyə bilərsiniz. Bibi, əllərivə sağlıq. İşcanımız, xoş olalım. Canım üçün super idi. İndi bilmirəm mən az gəldim deyənə
ona görə ləzzət elədi, yoxsa amma uşaqlar hamımız yeyiriz də. Valla çoxu kommentdə zata yazır ki, niyə uşaqlara vermirsə yemək? Onlar elə vaxt olur, məndən qabaq yeyirlər. Sonra mən otururam, çəkilişə başlayıram. Narahat olmayın olarsın. Onlar bir yol tapıb yeyəcəklər onsuz da. Doğrudan süper idi. Nə xəşirə oxşadı, nə firniyə. Tam tutanmadım nəyə oxşuyur. Mənə bütün yeməklərimiz. Marojna dadı verirdi. Çox qəribə bir dənə dadlı bir şeydi. deyirəm. Axıracan kasamı yedim. Pirinin onda çox fərq var. Burada elə ayaq üstü, bu elə yalancı dolmanı dadına baxın. Fəxrəddin böyük oğlunuzdur. Bu da kiçik. Bu nə işlə məşğulsan? Rauf. Həm oxuyuram, müğənniyəm. Həm də usta işləyirəm. İşdiniz? İşləyən adam, Özüm yazıb özüm oxuyuram. pul qazanmaq istəyən adam 2 dənə işi də görə bilir. Gördünüz? Özüm mahnı yazır, özüm oxuyuram. Mahnı yazırsan, oxuyursan, Bəli, hə. özüm yazıram, Usta sözlər kimi var. necə, nə ustası işləyirsən? Usta kimi də aboy vururam, alçıpan vururam. Fəxrəddin sən də? Mən də ev təmirində məşğulam. Ev təmir edirəm yəni. Evləri Ustadlar, ha. deyəni bilər. Usta. Məni indi gətirdi ya. Hə, matabulu. O matabulu, o təzə almısınız? Onu təzə almışıq, amma o çoxdan var da bizim kənddə. O vaxt bizim kənddə deməli belə bir şey adət var idi. Eşək ərəbənə, yəni belə eşək ərəbənə gəzir. Eşək arabası. Eşək arabası deyirdik biz ona. İndi ən çox ondan istifadə olunurdu. İndi müasir dövran getdikcə inkişaf elədikcə elm, texnika artıq keçdilər motabloka. İndi eşək tapmaq olmur kənddə. Eşlər bazarı qalıb, Eşək. Baya necə tapmaq oldu eşəklər? Nə oldu? Yedilər eşəkləri. Canavarlar aparıb eşəkləri. Ha? Bir dənə eşək var idi bu yaxınlarda. Orada bibim ki eşəkdir, canavar parçaladı, o yoxdur da. Doğrudan Hə, deyirsən. həqiqi. Canavar parçası düz qapının ağzında özdə. İndi müasir eşəkdir də bu. Hə, müasir eşəkdir. Müasir eşək. Müasir eşək. Əla, bunun bezini tök bu eşəkdən daha çox işləyəcək bu. Bizim bir dənə söz, bizim kənddə o qədər yəni eşək saxlayan çox idi ki, niyə? Çünki kənd təsərrüfatında əsas belə deyək də texnika idi deyək o. Belə deyək, yəni. Yəni elədir də, düzdür. O qədər ona pomidor yükləyib. Yəni bizim əsas kənd təsərrüfatımızın əsas belə deyək məğzi pomidordur, bir də fındıq. Ən çox pomidor, yəni əkiminə görə, yəni bizdə kənd təsərrüfatı sırf bununla məşğuldur əhali. Deməli, eşək saxlayıb onu eşək arabaya mindirib aparırlar, orada bir bazar qurmuşdular. İndi o vaxt onun adı olmuşdu eşək bazarı. Bunu hətta Bakıda və bir çox rayonlarda tanıyırdılar. İndi onu dəyişdilər, adını dəyişdilər. İndi olub təzə bazar. Amma kimsə deyəndə deyirlər ki, hansı bazar, deyirlər ki, eşək bazarı, yenə elə qalıb. Elənsinə adı məşhur olub o vaxtı. Hə, o vaxtdan yəni elə qalıb. Aha, keçdik Uzunqulaq mövzusundan sonra bir dənə bu dolmanın dadına baxaq. Ondan sonra mənim üçün ən möhtəşəm kartoşkanın tapılan qardaşın. Xasmazda Hülövlü kəndində gəlib tatmışam Üçbazının qardaşını. Onu belə tez yeməyəcəm də, onu birazdan yeyəcəm. Birazdan. Hələ bir dənə dolmanın dadına baxaq bibi. Bibimizin bişirdiyi. İçində nə olur ki, bibi yalancı dolma deyirlər ona? Bir əti yoxdur. Qalan hamısı içinə tökülənir. eyni. Hər şey yerində bir ət yoxdur. Hə, bir əti yoxdur. Əminən dolma yersiniz. Niyə yeyim? Uşaq hiss edir ki, içində ət yoxdur benim. Nəyimə lazım? Ət qoyardınız, yeyərdim. Ətsiz müşterilər. Yalancı dolma. Yəni buna bax, bunu yalancı dolma mən yemişəm ha. Yalancı dolma. Hətta bizim evdə də bişirirlər yalancı dolmanı. Bu içində elə bir nəsə qırmızılıq var, o nədir o? Tomat. Tomat Hə, qatıblar. tomat. Yadımı mama sən tomat qatmışdın, yadımı Hər bir yerdə bəlkə mən də yadıma gəlmir hardasa yemişəm, amma bu fərqli olur da. Bizim zonlarda fərqli olur. Hər yerdə yəni eyni şey. deyim tomat dad verir və heç əti o qədər də arzulamadım. Hə, çünki mən yemişəm, yer olub ki, yemək istəmir adam. Baxırsan ki, deyirsən ki, bu yəqin evdəki kimidir. Çünki baxıram ki, içində ancaq düyürü, bəzən heç kimi göyərtisini, hansısa göyərtini də əlavə eləmirlər. Yəni onun içinə dadı dəyişir. Bunun içindəki tomat, bunu elə bir ki, biraz o içindəki ətin elə bir dadını. Dadını verir, ay sağ ol. Sağ olun.
bu dolmada o kadar yani ət olmamağını hiss eləmədim. Yəqin bu zonada da istifadə olunur da bu yalancı dolmadan. Bəli, bəli. bizə Hə, düşür mənə. əsas bu indi bu dəqiqə üzüm təhənginin belə deyək, yarpağının təzə olmasına əlavə də ən çox bu vaxtda yəni tez düşür bu hər bir evdə. Və bizim kənddə bunu axtarsın, yəni belə demək olar bəlkə bir də hal-hazırda bu dəqiqə hardasa var bu. Hə, elədir. Bax qırmızılığı hiss edirsiniz, bax. Dolmanın içində belə xüsusi bir ədviyyat, bir də o tomat vurulub yenə beyin şeyə getmir ki, ət harda qaldı bəs? Onu soruşmur ondan. Bir də bunun mən elə bilirəm ki, bunun öz düyüsü var. Yəni hər düyüdən olmaz. Adam var uzun düyüdən bişirir. Və o hansısa düyülərdən, yəni bunun öz düyüsü var. Yəni ki, hər düyüdən bunu bişirmək olmaz. Bizim təzə bibilərimiz gəlir. Bibilər necəsiz? Sağ ol, yaxşıyıq. Xoş Keyfiniz əhvalınız necədir? Sağ Yaxşısınız? ol, yaxşıyıq. Çox Allah sağ ol. sizə can Hoş sağlığı gəlmisiniz. versin. Siz də bizim elə obaya. Sağ ol. Siz Sizi bu görməyə çox kətdəsiz. şad olduq. Hə, əlbəttə. Bu da var. qardaşımdır. Qardaşınızın evinə Hə. gəlmişik də biz. Hə. Bibi bayaq gələn kimi məndən nə istəsə yaxşıdır. Məndən nə istə. Biz çəkiliş edirdik, birdən gördük ki, gəlirlər aşağıya. Nə istədim? Dedim gedib oxuyacağım o üçün cırt. Mən yox ha dedim, o mənim üçün oxuyacaq ki, cırt. Sevirik biz. Öpürəm, var Vallahi olasın. çox Allah sevirik sizdən səni. razı olsun. Televizorda da baxırıq. Öpürəm sizi. Gözəl süfrə açmısınız bugün. Gözəl qarşılamısınız. Allah canınızı sağ eləsin. Bazar olub, bundan da gözəl olardı. Hamımız yığılışdıq. İnşallah gələn dəfədə, Gözəl olardı. gələn dəfələrdə də sizin həyətinizə gələrik. Sağ olun, Allah sağ qoysun. Amma bura doğrudan çox gözəldir ya. Həm bura meşəzat deyil ha, əziz izləyicilərimiz. Görüntü kimi meşəyə oxşasa da, bura həyətin ərazisidir. Yuxarıda evdir. Aşağı da beləsə gözəllikdir. Bir dənə buna baxın. Bir dənə buna baxın. Möhtəşəmdir. Orada da bax, müasir uzun qulağımız buradadır. Nəsə lazım olsa, birdən dükanaza da oturacağıq buna. Gedəcəyik, dükana alıb gələcəyik. Ekonom. Yeyib içməyimiz də burada. İndi nəyin dadına baxacağıq? Hansı yeməyin dadına baxırıq? Aşı. Mirəssəli aş. Mirəssəli aş. Mirəssəli aş. İlk dəfə yeyəcəm. Yeyəcəm mirəssəli aşdan. Ye. Mirəssəli aş. Buna da belə, bu yağıdır. Bu da qarasıdır. O da toyuqla, vay. Keçirəm orada yerim, hə? Bugün bizim Sevda bebimiz elə şərait yarandı ki, ləzzət axtarışına verişi olaraq biz gəldik buradakı yeməklərin dadına baxmağa və o da həmin vaxt Naxçıvandan gəlib burada istirahət edir və o yeməklərin dadına bizdən bərabər baxır. Çox maraqlı. Hamısını bəyənir. Çox gözəl. Bu kəndin demək olar ki 100 il, 120 ildir. Hələ ki bunun yaşını tapan olmuyor da ki bu hardan köçüb gəlməsini ya.
Başqa qıraqlardan da məsələn Qıraq kəndlər hara var məsələn? Məsələn bax burada Qaradağlı kəndi var da. Aha. Onun tarixi bilinir ki, o məsələn dağdan köçüb gələnlərdir çoxları. Məsələn Ha, Buduqlu kəndi var, ola bilinir ki, hamısı da gəlmədi. Amma bizim bu kəndin adı Hülövlü kəndidir. Hələ ki bunu deyən yoxdur ki, kimsə məsələn ki, Baba dağından köçüb gələndir və yaxud da başqa bir yerdən də. tarixi o qədər qədimdir ki, heç bilinmir də. Bəli, burada bir alim var idi, Rəhmova kəndində yaşayırdı. O bütün kəndlərin tarixini çıxarmışdı. Aha. Ki, Qovqıraq kəndi hardan gəlib, nədən gəlib, nə cür gəlib məskunlaşıblar da, burada ev qurublar. Hətta düz burada 100-dən çox yaşı olan adamlar var. 105-110 yaşında olan qadınlar olub, kişilər olub. Onlar deyib ki, hələ biz buradan oradan olmuşuq. Salam olsun el oğlu Süleymana. Salam apar bizden Oğuz Han'a. Bəh. Bunun yağın biraz bol elin, mən biraz yağlı yiyənəm. Sen yağ yesin. Ben diyeceğim, aramın seni yağsız yiyeyim. Vay. Bu nədir? Bu nədir? Mən sizə deyim bu nədir? Bu nə aşıdır? Mürəssəli aşı. Bu mürəssəli aşdır. İçində lavaşdır. Ya bismillah. Hülövlü kəndinin Mürəssəli aşı. mürəssəli aşı. İş olsun hamımıza. Birinci səndən soruşacağam ha, görüm necədir. Xoşla Mən yer. necə yedim, çox gözəldir. O doğrudan? Hə, çox gözəl, mürəddəli aş. Birinci dəfə deyirəm. Xoş gəlmisiniz sizə bizim bu kəndə, Hülövlü kəndinə. Həmişə siz gələsiniz. Var olası qardaş. Həmişə belə qonaqlı, qaralı. Maşallah çox mənə ləzzət elədi buranın belə qonaqpərvərliyi. Bizə də çox ləzzətlidir. Kollektiviniz çox gözəldir. Öpürəm Çox sizi. gözəl, yəni kollektiv heyətiniz var. Özünüz Var də olsun. yaxından görmək, yenə də deyirəm, çox yəni belə Xoş realda, oldu. hə, Öpürəm səni. Var olasan mənim qardaşım. Laçında olmuşam, Şuşada olmuşam. Bütün o anki rayonlarda Qarabağın hamısını gəzmisiniz maşallah. hamısı gəzmişəm. Bizim də fikrimiz var. Bir Qarabağı gəzək, Qarabağın mətbəxini görək. Çox qəşəng bişirib, əllərinizə sağlıq. Mürəssəli aş. Demək bu içində bir dənə o lavaş, qızarılmış lavaş olduğu üçün buna mürəssəli aş deyirlər. Ancaq onu bir. Ha, Onun dünya bir fərqi dənə odur ki, bunun içində mürəssə var. Mürəssəsi var deyə mürəssə aş deyirlər. Lavaş yayılır, pişir, Aha. doğranılır, qızarılır. qızardılır, Acı üstündə. hətta qızardılar onu Yəni yəni. sacı üstündə qızardırıq da ki, biraz tama gəlsin deyinə. Hə? Sonra onu düyüyə qatırsınız. Sonra düyünü bişirir, tezdən onu da hər qat tezdən dəmə qoyanda Hə, dəmə qoyulan vaxtda tökürsünüz onu. Mən elə bildim bunun qazmağıdır. o qazmağı qazmağı da. başqadır. O Ha, altındakı qazmaq başqadır. Hə, bəs mürəbdə hansıdır bu? Onun içində, içində. içində bax, Qırmızı bax. Ay sağ olun. Aha, görürsünüz, bu lavaş. Lavaş yayılır. Lavaş. Sonra doğranılır bıçaqla. Aha. Sonradan atılır sacı üstünə, sacı üstündə qızartılır o. Ondan yəni Oradan- xüsusi əziyyət çəkilir. Tam ünvanına gəlmiş ya. Bibimizin əməli başlayıb, müəllim deyir ki, sevir. kulinariya bir kitabı var deyir. Tortlar pişirir. Vallahi yazılsa bir kitabı var təmiz. Doğrudan. O dəftərləri Yapar yazılır bir kitab elə. üst-üstə yazsa hamısını bir də bütöv bir kitab olar ki, Sovet dövründən pişən cinayələrin, Hı. şeylərin yığılması. Gəlsin şəndə biraz
Her şey pişiririz. Hər şey Qəşəng. gözəldir, çox gözəldir. Əllərinizə sağlıq. İnşallah. Uşaqlar, bu cür nə gözəl yeməklərdən siz nə yemədiniz? Buyur. Sonra baxın, bəyənmədilər. Biz necə dadlı yeməklər idi, bizi necə dadlı yemək bişirmişdi. Amma Bibican, mən bilən bunlar nə istəyirlər. Nə istəyirsiniz? Çayka! Ay sağ ol! Çayka! Sponsorumuz dadlı, ləzzətli Çayka məhsulları. Bəh, bəh. Bu çaykanın o kadar növləri var ki, mən desəm, onları bir-bir, siz mənə baxmayacaqsınız. Gözləyirsiniz ki, əmi bu vafilin nə vaxt asıb sizə verəcək yeməyə. Qaymaqlısı, şokoladlısı, fındıqlısı, südlüsü. Desəm, səhərə qədər buradayıq. Necədir Nur? Dolma, 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 yedinsə aşiq olma. Bəh, bəh. Gəldi çatdı həmin an ocağın üstündə ona pıqqa pıq qaynayır. Bu kartoşka dolması. Bu da pıqqa pıq qaynayır. Bu da demək olar dolmadır. Bu üst bacının başka bir varyantıdır. Bacıların müasir varyantı. Döymələr pomidorun, badımcanın içində deyil, sadəcə üstlərindən yığılıb. Amma mənim üçün yenə bu dəqiqə bu kartoşka dolması, bu qardaş. Bacıların qardaşını tapmışıq. Yiyib onun dadına baxasım indi. Məncə başlayaq. Başlayaq. İlk dəfə dadına baxacağım bir yemək. Gəlmişəm onu da sizin kənddə yeyəcəm. Bu nə məsələdir doğrudan? Üst bacının bir qardaşını tapmışıq burada. Biri də var, yox, o yoxdur, gəlməyib. 4 bacı. Biz Sizi demirəm. Sizi demirəm. Bu dolmanın kübarı abi, bu üst bacı dolması. Bunun bir tane kardeşinin burada tapmışdı, kartoşka dolması. Hölölde olmuş. o hülöldə qalıb da. Bu kənddə. Bunun 5-ci qardaşı hardasıdır? Hardasa dayanır, onu da tapmaq lazımdır. Hardasa itib batır. Soğan dolması. O da həmin o nəsildəndir. Bana bak. Bıy. Siz de pişirirsiniz evde bu kartoşka dolması. Soğan da eləyirlər, Soğan dolması. soğan dolması, kartof. Mən üç bazudan başqa yəni belə bazı tanımırdım aslında. Sonra deyirlər ki, bu bazıdır, bu qaqaşdır. Hə, indi gəlin hamımız bir yerdə bir bunun dadına baxaq. Kartoşka. Görürsüz içi əməli dolma. Kartoşka dolması. Demək bu kartoşkanın onda içi oyulur. İçerisi oyulur. Oyulur, o atılır ha. Atılır, içine ət doldur. Püreleyebilirsin, püreleyebilirsin. Ne olacak? Ha tamam. Yəni o için Məncə israf eləmək lazımdır, onu pürədən zaten eləyib yemək olar. İndi mən bunun dadına birbaşa belə dişləyib baxacam. Görün bu nətərdir bu dolma.
Kartoşka dolması. Çox qəribə, maraqlı. Valla kartoşka dolması. Hər bir yeganın öz Bəli, özünə məxsus yeməyi var. yeməkləri var özünə məxsus. Düzdür. Çox belə maraqlı gəldi mənə. Acı soğandan dolma ola bilər, kartofdan ola bilər. Özdən kartoşka təzə kartoşkadır. Kartoşkanın qabığını da soymublar. Ehtiyac yoxdur. Ya, Onu soymağa ehtiyac. elə onun qabığındadır. Çox dadlı. Doğrudan. Doğrudan xoşum gəldi. Mütləq mamama deyəcəm ki, bişirsin mənim üçün də evdə ondan. Çox qəşəngdir. Ha. Siz də baxmamısınız dadına? Yox, birinci dəfə baxıram. Bazı qardaş sizdə burada hamımız. O da mənim bacımdır, bu da bacımdır. O Rusiyada yaşayandır. Ha. Ona görə Yüzü deyirəm, var baxın dadına. topluda yaşayan Bunlar var. istəmir, mən istəyirəm. Ha, siz orada yaşayırsınız deyənə, bəs yaxşı bu uşaqlığınız burada keçməyib. Mama bişirmirsiniz. Vaxtında yedim, yox, birinci dəfə görürəm, eşit görməmişəm. Vaxtında yemişim də, 40 ildir mərasım. Çıxıb gedib 40 ildir ordadır, Rusiyadadır. Ha. Onların yeməkləri. Siz deməli xanım yoldaşıdır. Siz bacısız müəllimin. Mənim var yenə nəsil böyüdü deyəsən. Var böyük bacım, elə böyük bacım da var. Onunsa qardaş 4 bacı, 4 qardaş olur. Hə, 4 bacı, 4 qardaş. Hələ bacıların ikisi burdadır. 8 uşaqsınız, maşallah olsun. 8 uşaqsınız. Ha. Təki elə sizin həyatda həmişə xeyir işlər, xoş günlər olsun. Biz elə gələk bir gündə bir toydan, bayramdan olsun gələ çəkək. Allahın köməyi ilə inşallah. Bu kartoşka çox əla idi. Bir dənə bu qarışıq üç bacının dadına da baxın. Bu qarışıq. Bu biraz o üç bacıdandır. Tez başa gələr. Tez başa gələn üç bacı. Badımcanın içini təmizləməlisən. Nə bilim, pomidorun içini qazıb sartmalısan. Biberi. Ha bu belədir ki, pomidor lan hamısı attın qabın içinə. Üstünə də düyməsini qoydun qarda. İlk dəfə olaraq qarışıq üç bacı dolmasını Xaçmazın Hülövlü kəndində yeyəcəm, dadına baxacam. Amma bu kartof dolması möhtəşəm. Bu tənbəl üç bacıdır. Bu birisi tənbəl. Valla Bibican. Ha, biraz onun bişirilmə o struktur belə başqa zürdür də, nə bilim, içinə doldurmusu, üstünə qoyursa. Amma elə mən sizə deyim ki, elə eyni dad. Eyni məhsuldur. Amma bunun dadı isə O başqadır da. bunun dadı doğrudan o kartoşka başqa bir aləm idi. Bugün Xaçmazda Hülövlü kəndində Eldar əminin həyatında qonaq oldu. Yenə deyirəm, bura həyətdir. Bugün bizi çox yaxşı qarşıladılar. Allah sizin canınızı sağ eləsin. Biz hər dəfə ləzzət axtarışında elə bil ki, yeni bir ailə, yeni bir dost tapırıq özümüzə. Vallahi Azərbaycanın hər yeri qonaqpərvərdir. Mən gəzdikcə bu işdən zövq alıram. Hamı bilir ki, mən komediya aktyoruyam. Bu iş mənim hobbimdir, qardaşlar. Var olasınız. Çox sağ olun. Həmişə baxıram mən. Həm Azərbaycanın bölgələrini gəzib insanları tanıyıram, yerləri kəşf edirəm. Mən həm gəzənəm, həm qurmanam. Yəni aktyor, komediya aktyoru bir qırağa qoyuram. Mən gəzməyi çox sevən adamam. Baş sponsorumuz Lake City'dir. Bilirsiniz, şəhərin mərkəzində yerləşən Lake City yaşayış kompleksi və bizim sponsorlarımız Qənaətin məkanı Oba Market. Obadan al verirsiniz də yəqin ki də. Eləyirik. Çox gözəl. Şabadan alır, Hə. hər şey. Yaxşıdır. Babanın tədbiqi də mənim telefonumda var. Var tətbiqi də oradan. Həqiqətən də. Eşq olsun. Və elə Obadan da hədiyyələrimiz var. Gəlsin hədiyyələrimiz, hədiyyələri qoyursan bura. Ailələri gedəndə də bazarlığımızı da və hədiyyələrimizi də Obadan alırıq. Və növbəti sponsorumuz dadlı, ləzzətli,
çayı çaykasız düşünmək olmur. Çünki çayka varsa deməli çay içmək olar. Gəlsin çaykanın Özü çay kənarında. bilirsiniz də çox dadlı kurabiyelər, şirniyyatlar, vafilləri, növbənöv. Vaflinlə, çayka vaflinlə çay doğrudan da ya. Özüm də. Çünki çox dadlıdır, dadlıdır. çox dadlıdır. Bizim sponsorlarımız dadlıdır da hamısı da. Bir daha təşəkkürümü bildirirəm. Var olası, çox sağ olun. Qapınıza gəldim, xətrimə dəydim. Özüm də bilirdim, gəlməməliydim. Qapınıza gəldim, xətrimə dəydim. Özüm də bilirdim, gəlməməliydim. Can dərdi üzünə gülümsədim də. Demə yanılmışam, gülməməliydim. Can dərdi üzünə gülümsədim də. Demə yanılmışam, gülməməliydim. Hər zaman sevgilim deyirdim sənin. Bilsəydim dönüksən, verirdim səni. Eşdəlisiydim, sevirdim səni. Dərdindən ölürdüm, ölməməliydim. Dərdindən ölürdüm, ölməməliydim. Gəlməməliydim, görməməliydim. Dərdindən ölürdüm, ölməməliydim. Gəlməməliydim, görməməliydim. Baş sponsor Lake City yaşayış kompleksi. Sponsorlar Oba Marketlər şəbəkəsi, Çayka şirniyyat məhsulları.